Salam dəyərli şagirdlər. Bu gün sizlərə test toplusundan zamanlar bölməsinin 150-ci testdən başlayaraq izahını verəcəm. Qeyd edeyim ki, bu 9-cu sinif testidir. Və gəlin baxaq nəyə? 150-ci testdən next week. Next week görürüksə, biz qeyd etmişdim ki, next week dəyərli şagirdlər, next week görürsünüzsə will, shall və ya to be going to-dan istifadə edə bilərsiniz ya da am, is, are plus ing formasını istifadə edə bilərsiniz. Çünki əmizar plus ing də gələcək zaman kimi istifadə etmək olur. İndi gəlin baxaq. Və to be going to isə planlaşdırılmış gələcək zamandır və next week gələcək zaman olduğu üçün biz D variantı is going to buy veririk. Daha sonra dəyərli şagirdlər 151-ci testimizə baxaq. 151-ci testdə in and out-ı görürük. In and out şagirdlər burada bu da gələcək nəzərən istifadə olunur. Yəni gələcəyə ümumiyyətlə biz in, at, on görürüksə, sadə zamanları götürməliyik və qeyd edeyim ki, davam edici zaman, yəni əmizar plus ing-nin tərkibində də gələcəkli anlayışı var və buna görə də doğru cavabımız olur A variantı. Daha sonra baxırıq 152-ci sualımıza. 10 a.m. tomorrow. 10 a.m. tomorrow bilirik ki, bu gələcək zamandır. Və biz variantlarda will, shall, to be going to görmürüksə, əmizar plus ing formasını seçməliyik. Doğru cavab oldu D variantı. Is having. 153-cü sualımıza baxaq. 153-cü sualımız deyir ki, this Saturday. Bu 6-cı gün deyirsə, deməli yaxın gələcəyi göstərir. Və mən bu 6-cı gün deyəndə keçmiş zamanı verə bilmərəm. A olmaz, D olmaz. Çünki A keçmiş davam edicidir, D keçmiş sadədir. Go indikidir, indikiyə aid bir şey yoxdur. Going ümumiyyətlə ing forması sadəcə doğru cavab olur C. Are going. Ümumiyyətlə siz gələcək zamana zaman zərfini gördünüzsə, həmin variantda ya will, shall-i, ya to be going to-nu ya da əmzar plus ing-ni axtarmalısınız. Daha sonra tomorrow. Baxırıq 154-də tomorrow. Tomorrow gördünüzmü? Gördük. Deməli biz will, shall verməliyik. Will, shall yoxdursa to be going to. To be going to yoxdursa əmzar plus ing. Deməli doğru cavabımız nə olur? E variantı olur. Və mən tomorrow görəndə indiki bitmiş verə bilmərəm. Has studied. Keçmiş davam edici verə bilmərəm. İndiki sadə study və yaxud keçmiş sadə studied verə bilmərəm. Daha sonra 155. 155-ci testimizə baxaq. 155-ci testimizdə at 5 p.m. tomorrow. At 5 p.m. tomorrow deməli hansı zamandır? Gələcək zamandır. Mən will, shall-i görmürəmsə, will, shall-i görmürəmsə. Demək, will, shall-i görmürəmsə və yaxud to be going to-nu görmürəmsə, əmizar plus ing verirəm. Əmizar plus ing özü də gələcək anlayışı bildirir. Və mən have met verə bilmərəm, indiki bitmiş. Met keçmiş sadə, meets sadə zamanı, has met indiki bitmiş verə bilmərəm. Daha sonra dostlar, mənə deyir ki, look at those dark clouds. Bax o qaranlıq buluda, yəni. Və bu zaman mən bilirəm ki, ümumiyyətlə qulaq as, listen, daha sonra be quiet, be quick görürəmsə, mən bilirəm ki, bu davam edici zamanda. Və görürsünüz ki, burada nida işarəsi var. Deməli, bu nədir? Davam edici zamanın göstəricilərindəndir. Və mən indiki zaman, yəni ümumiyyətlə siz bir də bunu qeyd edeyim ki, sən variantda baxırsan ki, indiki zaman yoxdursa, o zaman həmən bu qulaq as, listen, be quick, be quiet bu zamanlar həm də bu göstəriciləri həm sən də belə qeyd edeyim ki, keçmiş davam edici zamanda da verə bilərsən. Doğru cavab olur C variantı. Yəni o göstəriciləri biz, yəni misal üçün at the moment deyəndə mən bunu həm ümumiyyətlə indiki davam edici zamanda, misal üçün indiki davam edici zaman zərfini həm indiki davam edici zamanda, həm keçmiş davam edici zamanda istifadə etmək olur. Yəni bunlar da həm variantda misal üçün görürsünüz ki, indiki davam edici zaman yoxdur, o zaman keçmiş davam edici zaman verə bilərsiniz. Daha sonra 157. Saturday. Saturday hansı zamanda? 6-cı. Saturday 6-cı gün deyir. Deməli bu nədir? Biz bilirik ki, gələcək zaman anlayışı bildirir. Deyir ki, Tony's birthday party on Saturday. Mən deyir, neyəcəm? 6-cı gün Tony'nin ad günü partisini iştirak edəcəm. Və bu bilirsiniz ki, indiki bitmiş ola bilməz.
indiki sadə ola bilməz. Çünki Tony'nin hər gün ad günü var və mən hər gün ad gününə gedirəm. Yəni indiki sadə zaman hər zaman baş verən bir şeydir. Deməli B də olmaz. Tony'nin ad günü, yəni 6-cı gün gələcək olaraq nəzərdə tutulubdur. Bu da getdi. İndiki bitmişin əlaqəsi yoxdur. Olur C variantı. Əmizar, yəni planlaşdırılmış gələcək zamandır. Qeyd etdiyim kimi Əmizar yəni biz dedik ki, to be going to planlaşdırılmış gələcək zaman kimi götürülür. Olur doğru cavab C variantı. Daha sonra 158. 158 ümumiyyətlə demişdim ki, tonight yaxın gələcəyi göstərir və yaxın gələcəyi göstərdiyinə görə will, shall, to be going to, yəni am, is, are going to olmadığına görə biz əmizar plus ing veririk. Yəni davam edici zamanın özündə də bir nə var? Demişdim ki, şagirdlər gələcək zaman anlayışı var. Daha sonra dəqiqə 159-a baxıram. 159 next week deyir. Next week gələcək zamanın zaman zərfidir. Və mən baxıram ki, A variantı indiki bitmişdi. Olmaz. C keçmiş davam edici də olmaz. Və B variantında əmizar going bunun to'su yoxdur. Ona görə gedir. Had keçmiş zamandır. Have'in keçmişidir. E variantı olur. Çünki niyə? Əmizar plus ing formasının özündə də bir gələcək anlayışı var. Daha sonra keçirik 160. Soon hansı zamandır? Gələcək zamandır. Və mən bura have moved indiki bitmiş verə bilmərəm. Sadə go'nu verə bilmərəm. Keçmiş move'du verə bilmərəm. Were moving keçmişdir. Bunu da verə bilmərəm. Doğru cavab olur E variantı. Əmizar going to move. Yəni bu olur nə? Planlaşdırılmış gələcək zaman. Mən qeyd etdiyim kimi no, soon'du, next week'dir, tonight'dır. Bunlar gələcək zaman anlayışı bildirir və sən variantda ya will, shall, ya to be going to, ya da ki əmizar plus ing axtarmalısan. Yəni qeyd edim ki, budur. Əsas nüans bunlardır. Daha sonra 161-ci testə baxaq. 161-də baxıram ki, uşaqlar next Monday var. Next Monday gələn birinci gün deməkdir. Və yəni gələn birinci gün deyirəmsə, gələcəyi nəzərdə tutub deyirəm. Və bu zaman indikini take, keçmişi took və yaxud da indiki bitmiş have taken və yaxud indiki bitmiş yenə has taken verə bilmərəm. Olur B variantı. Dediyim kimi əmizar plus ing özü gələcək zaman anlayışı ifadə edir. Daha sonra baxıram 162-yə. 162-də this evening deyir. Bu axşam deyir. Bu axşam deyirsə ümumiyyətlə this varsa, this evening, this day, misal üçün bu gün və yaxud da deyirəm ki, this Monday, bu 6-cı gün, this Monday, bu birinci gün, üzr istəyirəm, this Saturday, bu 6-cı gün deyirəmsə, ümumiyyətlə this varsa, demək ki, hansı zamandır? Bu indiki bitmiş zamandır. Doğru cavab olur A variantı, have had. 163-ə baxırıq. 163-də şagirdlər next week deyir. Next week gələcək zamandır. Və gələcək zamandırsa, gələcək zaman mən will, shall axtarmalıyam, to be going to axtarmalıyam ya da ki am, is, are plus ing axtarmalıyam variantlarda. Və mənim də burada olan to be going to ifadəmdir. My cousin də təkdə olduğuna görə is going to start istifadə edirəm. Daha sonra gəlirik 164-cü suala. This weekend deyir, bu həftə deyir. Bu həftə deməli nədir? Dəqiqə. Bu həftə indiki bitmiş zamandır. Ümumiyyətlə this gördünüz, this weekend, this day, this month indiki bitmişdir və we ilə də biz nə işlədirik? Have gone. Daha sonra next month deyir, next month gələn ay deyir. Gələn ay deyirsə biz gələcək zaman veririk. C variantı will apply. Daha sonra my best friend and I, mənim ən yaxın dostum və mən, tonight deyirsə yaxın gələcək bildirir və yaxın gələcəkdə mən will, shall, to be going to ya da ki əmizar plus ing istifadə edirəm. Doğru cavab olur B variantı. Daha sonra 167. I am so thirsty. Mən deyir çox susuzam. Deməli, mən nə etməliyəm? Artıq burada diqqət edək ki, mən C variantı will to deyə bir quruluş yoxdur.
Daha sonra I getting. Belə bir şey ola bilməz. Daha sonra I am going, bunun to'su yoxdur. I am going to get olmalıdır. Çünki to be going to ifadəsidir. To be going to olur. Belə getdi. Mən bunu keçmişdə deyirəm ki, I am so thirsty, mən çox susuzam. Və mən nə etməliyəm? I will get you some water. Mən səndən biraz su alacağım. Yəni səndən biraz su alacağım deyir. Bax, sən deyə bilməsən ki, mən səndən biraz su aldım. Yox, su alacağım. İndi gələcəyi nəzərdə tuturam. A variantı olur, will. 167 A variantı oldu. 168-ə baxıram. Oh, I forgotten my notebook. Mən deyir, dəftərimi unutmuşam. Don't worry, narahat olma. Deməli, narahat olma deyirsə, mən nə deyir? Mən indi gələcək zamanı nəzərdə tuturam ki, mən sənə göndərəcəm mənimkini. Mən sənə mənimkini borc verəcəm. Mən sənə mənimkini deyirəm ki, göndərəcəm və yaxud send deyirəm, lend deyirəm, fərqi yoxdur. Mən nəyə diqqət edirəm? Mən deyirəm ki, mən keçmişdə unutmuşam. O da deyir ki, don't worry, narahat olma da mən sənə borc verərəm mənimkini. Deməli, sən indiki bitmiş zamanda have lent deyə bilməzsən. Çünki burada indiki bitmiş zaman zərfi yoxdur. Keçmişdə mənimkini sənə borc verdim deyə bilməzsən. Çünki deyir don't worry. Don't worry görürsünüz ki, yəni ola bilməz. Daha sonra lend indikidir. Daha həmişə mən özümünkünü sənə borc verirəm. Belə bir şey də demir. Anidən olur. Deyir ki, I forgotten my notebook. O da deyir ki, nədir? Gələcək zamanda to be going to ifadəsinin burada to'su yoxdur. Buna görə gedir. Doğru cavab will olur. Will lend. E variantı. Daha sonra baxırıq 169-cu sualımıza. 169-da deyir ki, we don't have any bread left. Bizim deyir, demək olar ki, nə yoxdur? Deyir ki, we don't have any bread left. Heç deyir, çörəyimiz qalmayıbdı. Nə etməliyik? Sən heç çörəyimiz qalmayıbdı deyirsə, indi hal-hazırda ümumiyyətlə çörəyimiz yoxdur və biz nə etməliyik? Mən deyir, gedəcəm mağazaya və biraz çörək alacağam. Sən indiki bitmişdə deyə bilməzsən. Mən həmişə gedirəm mağazaya, həmişə çörək alıram demir. Go indiki sadə zamandır. Will going deyə bir quruluşum yoxdur. C variantı mən keçmişdə gedəcəm çörək almağa. Mən indi deyirəm ki, çörəyimiz yoxdur da. Deməli sən nə edəcəksən? E variantı. Will go, gedəcəksən. Okay, daha sonra 170-ə baxaq. Deyir ki, the phone is ringing. Telefon zəng çalır. Telefon zəng çalır. Deməli, nə edirsən sən? Sən deyirsən ki, telefon zəng çalır. Bir də mən birini dedik. The phone is ringing. Telefon zəng çaldı. Və mən də nə edəcəm? Cavab verəcəm deyirəm. Deməli, telefon zəng çaldı və mən də cavab verəcəm. Sən cavab verdim deyə bilməzsən. Telefon zəng çalır, hal-hazırda baş verən bir şeydir. Həmişə cavab verəcəm. Answer ola bilməz. C variantı. Answering deyə bir quruluş yoxdur. Bunun əmizarı olmalıdır. Və to be going to-nun to'su yoxdur. Bu da gələcək anlayışında cavab verəcəm nəzərdə tutur. Yəni gələcəyi deyirsən, olur D variantı. Will answer. Cavab verəcəm deyir. Daha sonra deyir ki, I don't understand this problem. Mən deyir, bu problemi anlaya bilmirəm. Və mən bu problemi anlaya bilmirəm deyirsə, və deyir ki, I'm going to help you with it. Mənim deyir, nə edəcəm sənə? Mən sənə kömək edəcəm deyir. Deməli, I'm going-ın to'su yoxdur. A getdi. Daha sonra, mən indi bu problemi başa düşməmişəm və o da deyir ki, mən sənə kömək edəcəm. Və biz anidən baş verən bir gələcək zaman olanda will'dən shall'dən istifadə edirik. Buna görə doğru cavab B variantıdır. Sənə kömək eləyirəm. İndiki davam edici demirik. Kömək etdim keçmişdə. Bu deyir ki, mən indi başa düşmürəm. Mənə kömək etdim. Yəni deyir ki, mən sənə kömək eləyəcəm. Helping deyə bunun ümumiyyətlə to be going to'su və yaxud da ki, belə bir şey deyim, əmizar plus ing yoxdur. Buna görə düzgün cavab olur B variantı. Sonra keçid edirəm. Oh, it is raining. Deyir ki, yağış yağır. Və nə deyir? Deyir ki, sən deyir, mən umbrellamı götürəcəm. Okay, yağış yağır və mən umbrellamı götürəcəm. Mən take həmişə götürürəm, yəni həmişə yağış yağır, həmişə götürürəm, belə bir şey olmaz. Keçmişdə mən umbrellamı götürdüm.
olmaz. Taking'in əmizarı yoxdur. B variantı to be going to-nun to'su yoxdur və C variantı. Yəni deyirsən ki, indi yağış yağır. O deyir ki, mən çölə çıxanda umbrellamı götürəcəm. Yəni gələcəkdə. Yəni bir yarım saat sonra, 1 saat sonra gələcək nəzərdə tutulub deyilir. Daha sonra 173-ə baxaq. I need to tell Tony something important. Mənim Tony'yə baxdır ki, vacibdir nəsə bir şeylər deməyə. Yəni mənim Tony'yə nəsə bir şeylər deməyə ehtiyacım var. Daha sonra now var. Now hansı zamandır? Ümumiyyətlə now'ya baxdıq hansı zamandır? Now indiki davam edici zamandır. Və indiki davam edici zamandır. İndiki davam edici zamandır. Ancaq mən burada now-nu mən gələcəkdə də. Yəni bax deyir ki, bax mənə deyir ki, mənim indi Tony'yə nəsə bir şey deməyə ehtiyacım var. Yəni something important nəsə bir şeydir ki, vacibdir. Nəsə bir şey demək yəndir ki, I need to tell. Mənim ehtiyacım var deməyə, Tony'yə vacib nəsə bir şey deməyə mənim ehtiyacım var deyir. Nəsə vacib bir şey deməyə ehtiyacım varsa və deyir ki, will you call him now? Mən deyir, ona indicə zəng edəcəm. Yəni artıq düşünürəm ki, ona zəng etməliyəm. Gələcəyi nəzərdə tut deyirəm də. Ona görə düzgün cavab olur C variantı. Daha sonra we don't have enough player for the football games. Deyir ki, bizim kifayət qədər futbol oyunu üçün oyunçumuz yoxdur. Və nə deyir burada? Mən burada I joined. Mən oynadım demirsən. Sən deyirsən ki I will join. Mən oynayacağam. Yəni sən deyirsən kifayət qədər oyunçumuz yoxdur və mən nə edəcəm? Bizim kifayət qədər oyunçumuz yoxdur və mən də nə edəcəm? Mən də oynayacağam. Sən indi hal-hazırda deyirsən ki, bizim kifayət qədər oyunçumuz yoxdur. Ümumi nəzərdə tutub deyirsən və sən planlaşdırırsan ki, oynayacaqsan. I will join. Olur, doğru cavab D variantı. Ümumiyyətlə bu tipli suallarda diqqət eləyirik ki, bu hissə ümumiyyətlə bu hissə indiki sadədirsə, digər hissə gələcək zaman olur. Daha çox bunlarda düzgün cavab o formada olur. Daha sonra I'm feeling cold. Mən deyir, hiss edirəm ki, soyuqdur. Yəni deməli, I will close the windows. Mən deyir, pəncərəni bağlayacağam. Deyir ki, mənə soyuqdur və mən pəncərəni bağlayacağam. Olur A variantı will. Daha sonra I lost my pen. Mən qələmimi itirmişəm. Deyir, mən qələmimi itirmişəm. İndi A variantı finding ola bilməz. Deyir ki, mən sənin üçün birini tapacağam. Yəni mən sənin üçün birini tapacağam deyir. Tapacağam nəzərdə tutub deyirsənsə, gələcəyi nəzərdə tutub deyirsən. Olur, mən sənin üçün birini tapdım demirsən ki, bu deyir ki, mən qələmimi itirmişəm, o deyir mən sənin üçün birini tapacağam. Olur, E variantı gələcək. Və deyəcəksiniz müəllim, niyə planlaşdırılmış gələcək zaman olmur? To be going to-nun to'su yoxdur. Find-da həmişə mən sənə qələm tapıram, indiki sadə ola bilməz. Daha sonra burada baxırıq 77-də tomorrow var. Tomorrow hansı zamandır? Gələcək zamandır. Mən burada nə verirəm? E variantı will raining. İndi digərlərini izah edirəm. A indiki bitmişdi olmaz. D keçmiş sadədə olmaz. C indiki sadədə olmaz. D-də isə to be going to-nun to'su yoxdur. Daha sonra 178 I'm sure you. I'm sure. Deyir mən əminəm. Mən əminəm. Sən imtahandan keçəcəksən. Sənin imtahandan keçməyinə mən əminəm deyir. Və ümumiyyətlə demişdim ki, baş cümləmizdə. Ümumiyyətlə şagirdlər, baş cümlədə I'm sure, I think bunları gördünüzsə, budaq cümlədə gələcək zaman verməlisiniz. Doğru cavab olur D. Will pass. Mən əminəm ki, sən imtahandan keçəcəksən. Sonra this team is very strong. 179. This team is very strong. Deməli bu deyir komanda güclüdür və onlar oyunu qazanacaqlar. Burada to be going to-nun to'su yoxdur. Winning deyə bir quruluş olmaz. Təkcə ing. Bu keçmişdi olmaz. Bu da keçmişdi olmaz. Won da keçmişdi. Were winning də keçmişdi. Olur. Deməli nədir? Bu komanda güclüdür və onlar oyunu will win qazanacaqlar olar. Daha sonra keçirik 180-a. In 5 years. In 5 years people və baxırıq ki, nöqtə. Ümumiyyətlə, baxıram nəyə? To be going to-nun to'su yoxdur. B variantı gedir. İnsanlar, bax deyir ki, 50-ci illərdə insanlar Marsda yaşayacaq. Yəni, bu gələcək zaman 50-ci illəri deyir. Deyir 50-ci illərdə, 50-ci ildə.
İnsanlar Marsda yaşayacaq. Artıq Marsda yaşamaq keçmişə aid deyil də, gələcəyə aid bir şey deyə verəm A variantı. Daha sonra baxıram nəyə? 181. Yet indiki bitmiş zamanda işlənir. İndiki bitmiş zamanın inkarında və sual cümləsində işlənir. Doğru cavab olur A variantı. Daha sonra yenə yet var. Yetə baxıram, she ilə has işlənir və indiki bitmiş zamanın sual formasıdır. Bu olur B variantı. Has finished. 183-ə baxıram, yenə yet var. Yet təsdiq, belə deyim də, nəqli cümlədə indiki bitmiş zamanın inkarında işlənir. Amma sual cümləsində bax, sual və inkar cümlədə belə izah edeyim ki, sual və inkar cümlədə işlənir. Yet indiki bitmiş zamanın sualında və inkarında işlənir. Doğru cavab Z ilə də haven't arrived olur. Olur A variantı. Daha sonra 184. 184 yenə yet var. Yet nə oldu? Nəqli cümlədə, nəqli cümlənin inkarında. Olur A variantı. Və yet indiki bitmiş zamanın sualında və inkarında işlənir. 180-dir. Yenə sual işarəsi veribdirsə, deməli yet indiki bitmiş zamanın sualındadır. Düzgün cavab olur C variantı. Have decided. Daha sonra gəlirəm 186-ya. 186-ya baxırıq. In football deyir. Futbolda